Salam dostlar. Səsim pis gələ bilər. Niyə? Çünki boğazım yenə şişib. Belə de burada boşdur. Niyə? Çünki buraxmam qırağı. Qıraqda cəmi bir cücə, 2 toyuq var. Yox, 3 toyuq. İkisi çürtdü deyə qazanırlar deyə. Ona görə onları da bırakmışıq. İndi yeni dəyişikliklər olub, çox yeni dəyişikliklər olub. Sizin çaşasınız, indi əlbəttə bilməm niyə. Çünki bilməm niyə. Çünki yəni bilmirsək dəyişikliklər olur, nə olur. Bunları indi sizə göstərəcəm. Dəyişikliklər nədir? Baxın belə bir qapı düzəltdik. Belə aşağısı belə falan. Evde kapatacaklar. Bunu böyle basarsan içeri. Böyle atılır. Şimdi ay sonu. Ay dostlar. Bu ne diye? Ay dostlar. Bu tarafa bakmasız dolar arkadaşlar. Bu tarafta işler şeyde dehşet işler. Cələri bırakmışım. Səsimi də bəyişdirəm. Niyə? Çünki belə şeylər olub. Cələrin səsinə görə eşitməksiniz. Hər gün 2 ədəd yumurta götürürüm. Ya hər gün 4 ədəd yumurta götürürdük. Ya 5 ədəd. Fərq yoxdur. İndi 6 ədəd, 7 ədəd yumurta götürdük. Niyə? Çünki toyuqlar hamısı dalırdı. Niyə belə götürdük? Toyuqların yarısı orada burada yumurta yürüdülər. Pis yerlərdə yumurta yürüdülər belə. Falan. Hə dostlar, canlatmağa tamına 12 abunə qalır. Dostlar, abunə olanlardan çox sağ olsunlar, çox sağ olsunlar. Niyə? Çünki belə şeylər bunlar, belə dəstək olurlar. Başqa indi dostlarım var, şeylə sağ olsun. O birilər də sağ olsun, o bir dostlarım da. Yenə də. Arxan da sağ olsun, amma ki Arxan da sağ olsun. Niyə? Çünki o da olub, dəstək olub. Belə dəstək olmuşdu, mən də qalxmışdım. Sonra da o məndən küstü, neyim. Mən ona heç etmişdim, o məndən küstü. Baxın belə, hamısı burada da düzülərimiz indişkolar qıraqdadır. Bir toyuq var, onunla yumurtasını yığırdıq ki, onun cürəyin yumurtası onun bağları görək necə olacaq. Ona baxmaq istəyirdik biz. Mən də yəni. Onun bağları görək necə olacaq. O heyratdandır mıydı deyə. Ona görək bağları necə olacaq, ona baxmaq istəyirdik. Baxın, yenə də iş gedir. Yenə də iş getdi. Ağlam bozdu. Düz 4 dəfə bu illər ölüşük. Eşrə də demişdim ki, burada bu xəstəydi. O xəstə deyil. Baxın, şöyle də deyirdim ki, toyuğun yumurtaları yer. Üstəlik də üstünə gəlib, yəni, toyuq gəlib, başqa toyuqlar. Bunların yanında yumurta yer. Amma ki, indi də, baxın, ördək yumurtaları qoyuram bura. Hər cür yumurta yer, ördək. Onları qoyuram, baxın, burada belə bastırmışdı. Belə sürtürəm yerine düşməsi yumurtası. Yəni mən onun altına qoymuşam. Görürüm ki, işıq sağlıqçıları görürüm ki, ördək yumurtaları yəni dönlənib. Burunda dolab başlayıb üzüşdürəm. Ay seni boki. Ağlaş deyil. Söz senin için. Moni. Biraz şey içmiştim. Sonra qalib mamam üzerine buna su vermiştim. Hayır dostlar, gazlarımız da buradadır.
Yəni belə yaxşılar kəsib yiyir arada da. Sağ olsunlar özləri də. Köşeylər. Bu da benim ördəklərim. Baxın sizə demişdim ya, ördeğin tükü tərsədir. Baxın hələ də yəni tərsətdə. Bilmirəm təsəttük olduğuna görə elədir. Ya da ki təsəttük yox. İzləyin. Sizə o çatdırıb deyə bilmirəm. Hindişkalarımız da burada böyle. Bunları ayırmışam. Sadece o toyuğun yumurtalarını yığıram. O qara toyuqları hündür, heyratı. Bakın o yumurtalarını yığıram. Yine de böyle yığıram. Her sonra bir sunmuştum sana. Böyle de gedirik. Yine de dəyişikliklər olub. Ne deyil? Bağdakı baxın bu odunlar var idi burada. Bunlar hamısı yığışdırıldı, yandırıldı ve artık kalanlar da böyle şeyleri de koymuşum bura. Bakın bir orada yandırdık. Yani bir de orada da yana yandırmıştık. Bir de burada yandırdık. Bir de burada yandırdık. Bir de orada yanır. İntizar etmişler. Tutarım tutarım. Bakın her şeyi olacakmış. Yanır. Böyle yapanın temizliği. Olacakmış. Tertemiz. Geçelim temizliği. İllerin temizliği. Sonra bakın burada kalıp bakın her de yanır. Ben dedim bu yanacak. Yanmadı. Az yandı. Çok yanmadı. Ben yaxşı oldu yanmadı. Yansaydı yani var vermeyeceydi. Böyle gezdik. Böyle burada böyle şeyler çıxıb. Yani əkliklərimiz çıxıb. Burada tut çox çıxıb. Böyle vəzəri görüldü. Böyle şeyler çıxıb. Əşmiş işi çıxdı yani. Böyle yanaşım. Videonun daha uzun bilmirəm. Hem telefonun səbəbinə görə, hem de ki belə səbəblərə görə. Yəni uzun video çox eləyirəm. Hem telefonun dediyim kimi tətbiqləri çoxdur. Bundan niyə belə deyil? Yani böyle şeyler olduğunu görünce telefon sizi yorur. Yani artık az verir telefon. Diyor ki böyle şeyler. Görün yine köyde kan var mı? Cüzde bile kan derine bir sebepten diye. Bizi tarafta yani kan doludu da yani. Kan çoktu. Çok kan kuş var. Bir de zımbalara. Yine mesela şeyler var. Neyse kalmaktı.
yoxdur xam. Xam əsasən gör. Buralarda olur, çox olur. Gör. Mesela gelirsiniz məktəbin arkası var, orada yol var da en axırıncı evdir. Bəri bir sahə var. Həmin sahədə yəni 50 dənə ağquş, çöl göyərçinləri, hamısı yəni bir dəqiqə yəni tuta bilərsən də, geriyə əli at götür. Nə fırlanırlar. Şöyle geçten açılır hamur. Ben burada da videomu bitirəm. Sağ olun, sağ olun. Özünüzə yaxşı olun.